Bugün şəxslər var, şeyxlər sələfi alimlər tərəfindən gək öyülür, gək tənqid olunur. Belə məsələlərdə ikisindən bir rəy tutqunə və getkinə, lakin başqalarını sən ilzam etməyə sənin haqqın yoxdur. Sələfdə bir şəxs haqqında ixtilaf varsa, sən birindən birini götürüb gedirsən, başqalarını ilzam etmirsən. Bu cərh tədil məsələsi önemlidir. Sallallahu aleykum. Hâzâ yaqul raculun yed'u fil mecâlisi bi qâide ve yahuthan nâse aleyha. وهي نجتمع فيما اتفقنا عليه ويعذر بعضنا بعضا فيما اختلفنا فيه. هذه قاعدة الإخوان المسلمين معروفة، والذي قالها هو البنا، حسن البنا، مؤسس جماعة الإخوان المسلمين، وهي قاعدة باطلة. كيف نجتمع على ما اتفقنا عليه ويعذر بعضنا بعضا فيما اختلفنا؟ إذا كنا مختلفين في العقيدة يعذر بعضنا بعضا، وهذا من التناقض أيضا، تناقض. القاعدة ذي متناقضة، لأنه ما يمكن الاجتماع مع الاختلاف أبدا. يقول نجتمع ويقول فيما اختلفنا فيه، ما يمكن اجتماع مع اختلاف أبدا. هذه قاعدتهم اللي هم يدندنون عليها ويسمونها القاعدة الذهبية، وهذه رد عليها المشايخ وبينوا عوارها وبطلانها. نعم. Səudi Ərəbistanda sələfi əqidəsini daşıyan şeyxlərin arasında müəyyən məsələlərdə söhbət varsa, onun mislini gətirib Azərbaycanda, Gürcüstanda tələbələr bir-birlərinə tətbiq etməməlidirlər. O qalmalıdır orada. Üzr istəyirəm, bir dənə də sual vereyim. Sual olar üçün biraz belə zahiri görünüşə görə biraz çox üzr istəyirəm sizdən, yəni ədəbsiz görsənsə. Yəni burada bu söhbət var deyənə mən bu deyirəm. Olmasaydı əsla mən cürət edib bunu deməzdim. Burada təkfir cəmaatı, belə deyək də, təkfir ya da qismən təkfirlə məşğul olan cəmaatın əsas bizə rəddiyəsi budur ki, deyir, siz İbrahim Ruhelidən dəlil gətirirsiniz. Ancaq Saudiyada deyir, İbrahim Ruhelini böyük kibar ulema, böyük alimlər məclisi deyir, mucize hesab edirlər deyir. Və bununla da vərəqlər, hətta dörd formatda vərəqlər paylayırlar. Deyirlər ki, budur, filan alim deyir ki, o murciədir, filan alim deyir ki, o murciədir, filan alim deyir ki, bu murciədir. Buna nə deyə bilərsiniz buna qarşı? Durum belədir ki, qardaşım, yəni açıq danışıram Allah rızası üçün və diqqətlə qulaq asın və artıq istəmirəm sözüm üstə də söz qoyula. Buradakı İbrahim Ruheli ilə başqaki şeyxlərin ixtilafının arasına baxsanız, ortada nəfs məsələsidir. Açıq şəkildə deyirəm. Burada hansılar ki, biz tanıdığımız Mədinədə İbrahim Ruheli ilə aralarında ixtilaf var, bir-birlərinə artıq şeylər deyirlər və bunlar zaps olunub, yayılır YouTube'da və başqa vasitələrdə. Bunların həqiqətinə baxsın, nəfs məsələsidir. Nəfs məsələsidir.